hər şeyi kontrol etmək istəyən şəxs daxilində Allahlıq iddiası olan şəxsdir. Bunu deyim, bu bir sirdir. Həm dini, həm də spiritual sir. Spiritualizmdə ilk mərhələ, yəni siz getsəz Tibetə, yoqlara, vedalara, rahiblərə qoşulsaz, ilk öyrənəcəyin dərs odur ki, kontrolu burax. Hadisələri kontrol edən şəxs Allahlıq iddiasında olan şəxs. Allah, qorxdum Murad bəy. Bəli. Bu sözü eşidəndən sonra mütləq artıq heç nəyə fikir verməyəcəksən. Niyə kontrol edən tanrılıq iddiasındadır? Uşağa deyir ki, bunu elə, onu elə. Yönlətmək mənasında demirəm, amma mən istəyən olsun deyir. Uşaq böyüyüb, 25 yaşı var, bir qızla evlənib, yenə də kontrol eləyir ona. Bunu elə, onu elə, ora get, bura get. Bu kontrol tanrılıq iddiasıdır. Və yaxud hadisələri kontrol etməyə çalışır, hər şey onun istədiyi kimi olsun istəyir. Amma burada təslimiyyət harda qaldı bəs?